Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi həcc ziyarəti yüksək səviyyədə davam edir. Zəvvarların rahat və təhlükəsiz şəkildə ibadətlərini yerinə yetirmələri üçün bütün lazımi şərait yaradılıb. Artıq Azərbaycanlı zəvvarlar müqəddəs Müzdəlifə mərhələsini uğurla başa vurublar. Axşam saatlarından etibarən açıq səma altında ibadət edən, dualar oxuyan və istirahət edən zəvvarlar gecəni burada keçiriblər. Minlərlə insan xalçalar üzərində yerləşərək müqəddəs gecənin mənəvi ab-havasını yaşayıb. Hacılarımız Ərəfatda vüquf eləyəndən sonra köçmüşük. İnşallah təqribən 1 saata yaxındır. Artıq Zilhiccənin 10-cu gecəsi Müzdəlifə çölünə. Müzdəlifə yaxın məqamdır. Yəni Ərəfatdan köçüb Minaya yaxınlaşanda ora deyirlər Müzdəlifə. Burada hacıların mühüm vəzifəsi həm vüquf eləməyi, Allah Rəsulu dayandığı yerdə, həm də şeytan daşlamaq üçün, rəmyə cəməli üçün 70 dənə hər adam özü, 70 dənə daş yığmaq buradan vəzifəsidir. Allaha sonsuz şükürlər olsun ki, bu il bütün İslam dünyasının eyni gündə bayram keçirtməsi bu İslam dünyasının vəhdəti üçün bir uğurdur. Allah eləsin, bütün İslam dünyasında hər il eyni gündə bayramlar keçirilsin və Allah İslam dünyasının vəhdətini tezliyi ilə bərqərar eləsin. Bu il çox yüksək səviyyədə hər şey təşkil olunur. Çünki mən görürəm də, hər şeyə fikir verirəm. Hər gəldiyimiz yerdə görürəm ki, günü-gündən hər şey yaxşılaşır. Ona görə də həcc missiyası çox yüksək səviyyədə gedir. Mən bu il ilk dəfədir həcc ziyarətinə gəlirəm. Allah Taala şükür Allaha ki, bu il mənə nəsib eləyib. Ziyarətin əvvəlindən həcc missiyası olaraq Qafqaz Müsəlmanları İdarəsinin həcc missiyası yüksək təşkilatçılıq eləyib. Əlhəmdülillah əvvəl gündən heç bir problemlə, heç bir müşkillə rastlaşmamışıq. Bura qədər əla gəlmişik. Allah arzusunda olan hər bir kəsə bu ziyarəti nəsib eləsin. İslam ənənəsinə uyğun olaraq zəvvarlar səhərə qədər Müzdəlifədə qalıb, sonra Mina istiqamətinə hərəkət ediblər. Mina mərhələsində qrup rəhbərləri tərəfindən zəvvarlara bütün ayinlər ətraflı şəkildə izah olunub. Sonra zəvvarlar şeytan daşlama ayinini yerinə yetiriblər. Bu ibadətdən sonra onlar ənənə üzrə qurbanlıq ərazisinə yollanıblar və dini qaydalara uyğun olaraq qurbanlarını kəsiblər. Demək olar ki, Ərəfat, Mina, Müzdəlifə əməlləri tamamlanıb. Allah nəsib etsə, hacılarımız sabah birisi gün də Mina dağında gecələyib, ondan sonra bir daha Məkkə şəhərinə qayıdacaq. Meşə belə qurbanlar kəsək. Çox gözəl istirahət, super. Necə lazımdır otelimiz, qalacağımız, təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu cür şəraitin, gözəl şəraitin yaradıldığına görə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyini, minnətdarlığımı bildirirəm. Qeyd edək ki, bu il Azərbaycanlı zəvvarlar üçün 1150 nəfərlik kvota ayrılıb.